Salam, xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 3 nömrəli məktəbin yanında mini 2 mərtəbəli bir ev. 75 min manata satışa çıxarıldı. 2 mərtəbəli evdir, ortada monolitdir. 1 ilə 2-nin arası monolitdir, çox qəşəng yüksək keyfiyyətlə tikilmiş bir evdir. Həm də fərqli bir dizayndır. İndi mütləq bu evə baxın. 75 min manata 2 mərtəbəli ev Saray qəsəbəsində 3 nömrəli məktəbin yanındadır. Asfalta da yaxındır, market zat da həndəvərində var, yaşayışında tam mərkəzidir. Kanalizasiyası mərkəzi kanalizasiyaya qoşulub. Qaz sayğacı, su sayğacı, işıq sayğacı bunlar hamısı yerindədir. Fərdi yaşayış, yəni istərsiniz kubça da ala bilirsiniz, qeydiyyata düşə də bilirsiniz. Yəni bu qeydiyyata düşə biləcəyiniz bir evdir, onu demək istəyirəm. Çox qəşəng səliqə sahmanlı evdir. Baxın bir dənə bax, hasarın qıraqlarına bir dənə baxın. Görün nə qəşəng ağaclar, gül, çiçək əkib. Hasarımızda evimizdə Tarsovka emissiyadır. Tarsovka emissiyadır. Mərkəzi kanalizasiyanın trapı da buradadır. Bu da bizim darvazamızdır. Baxın, qalın qəşəng darvazadır. Bir dənə buradan bu hasarı buranı da göstərin. Bax, görürsünüz, hasarda da işıqlar var. Hamısında bütün tumbalarda işıqlarımız var. Gəlin, yavaş-yavaş daxil olaq evə. Evin içərisini göstərim. Maşın da rahat bura bir 2 dənə 3 dənə maşın girə bilər. Gəlin. 2 mərtəbəli evdir. 75 min manatadır. Hələ qiymətində endirim də olunacaq. Hələ qiymətdə endirim də olunacaq. Bax, gəlin bir dənə zəhmət olmasa bura. Bir dənə zəhmət olmasa telefon tutsun. Bax, bura koridorudur. Girdiniz, bura koridoru. Betondan tökülmüş pilləkəndir. Buradan qalxır 2-ci mərtəbə. Özü sensorladır. İşıqlarına baxın. Buradan çıxanda işıqları yanır sonra da elə qurulub bu. Çox qəşəng səliqə sahmanlı evdir. Pilləkəndə betondandır. 1 ilə 2-nin arası da monolitdir. Bax, bu gördüyünüz bu koridordur, mətbəxdir, hamısı istifoldur. Hamam tualet hamısı istifoldur. Elə birinci gəlin qonaq otağına. Bax, bu qonaq otağıdır. Yəni zalı. Qonaq otağı. Bir dənə zəhmət oradan çəkin. Otinlə çəkin məni. Bax, görürsünüz, kvadrat qəşəng qonaq otağıdır. TD-stentin yerinə baxın. 2 dənə qəşəng işıqlandırma ilə işıqlandırılıb. Antina, rozetkamızda. Hər şey səliqə sahmandan görülür. Qonaq otağıdır. Bax, zəhmət tavan, düşür tavan. Bax belə, çox səliqə sahmanlı evdirsə, hər şey, burada istifoldur. Demək, birinci mərtəbədə nə görürsə, hamısı istifoldur. Burada bir şey sizə göstərmək istəyirəm. Bax, burada qapı var. Zəhmət olmasa gəlin bura. Qapıdan evin arxasında da bunun yeri var. Görürsünüz? Bax, burada kombinin yeridir. Qaz da çəkilib, istifolun turbaları da atılıb. Bax, belə bir məsafəsinə qədər var. Hətta bura trap da qoyulub. Trapı da göstərək. Bura trap da qoyulur. İstəsiz gələcəkdə burada nəsə stol qoyub oturmağa və yaxud da nə bilim, bəlkədən kim nə istəsə bu məqsədə uyğun istifadə edə bilər. Gəlin zəhmət olmasa bura. Sanitar qovşağını da göstərək. Sanitar qovşağı, baxın. Kifayət qədər də genişdir. Özdə qaralı, ağlı qranitlə vurulub. Yəni ona görə çox zövqlü, səviyyəli görsənir. Qaldı bizim mətbəximiz. Burada mətbəximizdir. Burada mətbəximizdir. Bax, görürsünüz. Ciftə qədər qoyulub. Pəncərələrdə şəbəkə pəncərələrdir. Cifti də var ki, mətbəxə uyğun. Bir dənə oradan da çəkin buranı. Bax, burada belə. Mebel arası keramika qurulub. Dediyim kimi, bir daha deyirəm, burada istifol var. Hamısını izah edirəm. Gəlin, pilləkəni buradan tutun, bir dənə pilləkən də düşsün. Pilləkən bir də təkrar betonlandı, sensordur, qoyulub bura. Həm üstünə çıxdıqca, bax, buradan gəlin belə tutun. Bax, belə. Bax, üstünə çıxdıqda görürsünüz, bax, belə işıqlar yana-yana gedir, baxın. Bax, belə bir pilləkəndir. İndi biz qalxırıq 2-ci mərtəbəyə. Gəlin, görək 2-ci mərtəbədə nələri var. Pilləkənlə qalxdıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə də yenə sanitar qovşağı var. Buranı göstərin. 1-də də var, 2-də də var, görürsünüz. Sonra bir yataq otağı buradadır. Baxın bura. Görürsünüz, kifayət qədər. Bu neçə olar usta? Neçə olar bura? Kifayət qədər geniş yataq otağıdır. Bunun da pəncərəsi həyətə baxır. O bayaq artırılmış həyət deyirdim, ora baxır. Özdə qoşadaş qurqavoy, qoşadaş kubiklə tikilmiş evdir. Mütləq gəlin bu evə baxın. Bir yataq otağı da buradadır. Bir yataq otağı da buradadır. Bu yataq otağının burada da xüsusi belə bir yeri var. İstəsiniz burada paltar yıxmasını dolab, şkafda düzəldə bilərsiniz. Hətta bura balkona çıxışı da var. Gəlin bura. Buradan da balkona çıxışı var. Bax belə, bir də izah edirəm. Arxadan zəhmət çəkin. Bir də izah edirəm. Saray qəsəbəsində 3 nömrəli məktəbin yanında sot yarımın içindədir deyəsən. Ya 2 sot, ya sot yarım. Bax belə olar. Çox böyük ərazisi sot yarımdır da. 1,5 sotun içərisində 2 mərtəbəli evdir.
1 ilə 2-nin arası monolitdir, qoşadaş kubiklə tikilir, 60-ın 40 fundamenti var, hətta yuxarıda da kəməri var, kubcalar, yəni qeyri-üzvü düşə biləcəyiz bir evdir, 75.000 manatadır. Hələ nəzərə alın ki, gəlib bura danışarıq, qiymətin biraz da endirim eləyər ki, siz bu evi götürə biləsiniz. Sağ olun.